Kredit məsələsi günümüzün aktual problemlərindən biri hesab olunur. Vətəndaşlar ehtiyac halında banklara müraciət etsə də ödəniş vaxtı çatanda xoşagəlməz hallarla üzləşə bilirlər. Bu kimi hallarda vəziyyətdən çıxmaq üçün müəyyən mexanizmlər mövcuddur. Bunlardan biri kreditlərin sığortalanmasıdır ki, dünyanın bir çox ölkəsində bu sistemdən istifadə olunur. Bəs Azərbaycanda da sistemin tətbiqi mümkündürmü? Daha ətraflı növbəti araşdırmamızda. Günümüzün aktual məsələlərindən biri kreditlərdir. Kreditlər bir çox hallarda insanların köməyinə çatsa da, onlar işini itirdiyi halda və ya digər səbəblərdən bəzən ödəniş etməkdə çətinlik çəkirlər. Bu halların yaşanmaması üçün dünyanın bir çox ölkələrində kreditlərin sığortalanması sistemi mövcuddur. Əgər insanlar müəyyən səbəblərdən işlərini itirsələr belə, sığorta vasitəsilə kreditləri ödənilir. Mütəxəssislər qeyd edirlər ki, dünyanın bir çox dövlətlərində bu mexanizmdən geniş istifadə olunur. Əməkdaş deyək ki, hər hansı bir kredit götürübdür və işdən özündən asılı olmayan bir hallara görə işdən uzaqlaşır. Ola bilər ki, hər hansı bir qəza keçirdir və yaxud da ki, ixtisara düşür həmin əməkdaş. Əgər hər hansı bir krediti varsa, o krediti işsizliklə üzləşdikdə o kreditin ödənilməsinin sığortası var. Yəni, belə bir sığorta növləri var ki, bir çox ölkələrdə, Avropa ölkələrində, Amerikada. Məsələn, Almaniyada vətəndaş qəza, xəstəlik səbəbindən işini itirsə, kreditlər sığorta tərəfindən ödənilir. Daha sonra isə bu məbləğ qaytarılır. İstisna hal isə ölümdür ki, burada həmin şəxsin ailəsi ölüm haqqında şəhadətnaməni təqdim edərək krediti ödəməkdən azad oluna bilər. Qeyd edək ki, məbləğ 10.000 avro üçün 5%-dən 13%-ədək nəzərdə tutulur. Niderlandda isə əgər ev almaq üçün kredit götürülürsə, hökumət 450.000 avroya qədər milli ipoteka zəmanətindən istifadə etməyə imkan verir. Türkiyədə də müəyyən banklarda bu sistemdən istifadə olunur. Məcburi işsizlik, tam və daimi əlillik hallarında sığorta təmin edilir. Əlillik halında kreditin tam məbləği, məcburi işsizlik halında isə 6 aylıq kredit sığortası ödənilir. Əgər kreditin müddəti 12 aydan azdırsa, sığortadan faydalanmaq olmur. Azərbaycanda da bu sistemin tətbiq edilməsi gözlənilir. Mərkəzi Bankın məlumatına görə məsələ ilə əlaqədar Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Sığortaçılar Assosiasiyasının iştirakı ilə əməkdaşlıq platforması qurulub və müvafiq işçi qrupu fəaliyyət göstərir. İşçi qrupu bank sığorta əməkdaşlıq modeli və müvafiq məhsullara dair yol xəritəsinə müəyyən edilən istiqamətləri mərhələli qaydada icra eləyir. Yol xəritəsi müəyyən edilmiş istiqamətlərdən biri də fiziki şəxslərə təqdim olunan kredit müqavilələri üzrə borcalanın məşğulluğunu itirmə halından sığortasıdır. Əsas məqsəd borcalanın işsizliyi ilə əlaqədar risklərinin sığorta sektoruna transfer edilməsi yolu ilə onun işsizlik dövründə bank kredit ödənişlərinin sığorta müqaviləsində göstəriləcək müddət ərzində sığorta şirkəti tərəfindən çevi şəkildə təmin edilməsi, bununla da həm maliyyə xidməti istehlakçılarının maliyyə sabitliyinin təkmil sığorta mexanizmi vasitəsilə qorunması, həm də bank portfellərinin dayanıqlılığının artırılmasıdır. Sistemin icrasına tam olaraq nə vaxtdan başlanacağı isə hələlik məlum deyil. Lakin görünən odur ki, bu mexanizmin Azərbaycanda icrasına ehtiyac var.